Həzrəti Mehdi tələbələrinin üstün xüsusiyyətləri. İkinci hissə. Həzrəti Mehdinin tələbələrinin sayı az olacaq. Hədislərdə Həzrəti Mehdiyə inananların sayının çox az, 313 nəfər olacağı bildirilir. Bu 313 nəfər Allahın qəlblərinə iman yazdığı çox səmimi insanlar olacaq. Əbu Bəsir İmam Əbu Abdullahın belə buyurduğunu deyir. Ərəblərdən çox az adam qaim ilə birlikdə olacaq. Sayları Bədir səhabələri qədərdir. 313 nəfərdir. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər. Onların sayı Talutla çayı keçənlərin sayı qədərdir. Aralarında qadınların da olduğu 314 nəfərdən ibarət qrupdur. Onlar bütün zalımlara qalib gələcəklər. Onların qəlbləri dəmir kimidir və gündüz aslan, gecə isə abiddirlər. Nə əvvəlkilər, nə də sonrakılar fədakarlıqda onlara çata bilməz. Bədüzzəman da Həzrəti Mehdi tələbələrinin sayının az, lakin təsir güclərinin mənəvi ordu kimi qüvvətli olacağına belə diqqət çəkib. Bu, Mehdinin vəzifəsinin istinad etdiyi, əsaslandığı gücü və mənəvi ordusu sadəcə ixlas və sədaqət, təsanüt, həmrəylik sifətlərinə tam sahib olan bir qisim şagirdlərdir, tələbələrdir. Nə qədər az olsalar da, mənəvi cəhətdən bir ordu qədər güclü və qiymətli sayılırlar. Həzrəti Mehdinin 30 nəfərlik elmi fəaliyyət qrupu olacaq. Həzrəti Mehdinin 313 nəfərlik tələbələrinin arasından onunla birlikdə elmi fəaliyyət göstərən 30 nəfərlik qrup olacaq. İmam Həzrəti Mehdi 30 güclü köməkçisi ilə tək deyil.